2-də. 3-cü kurs. Hadisəni gördün? Qaz nefmədən. Qaz nefərdən bizim fakültəsən. Necə oldu hadisə? Hadisə işini görüm, atışma gəldi, uşaqlar qaçırdı. Biz də gəldik sinifə. Aşağıdaydınız siz. Hə. Biz otaq demdə neçə? Yox, neçənci mərtəbə idi? 4-cü mərtəbə. Hə. Necə baş verdi? Bax, qulaq as. Necə baş verdi? Mənə danış. Nəticədən də biz çıxmışdıq siqaret çəkməyə dərsin yarısından. Burada görürük ki, uşaqlar qaçırlar da, səs-küy idi. Ondan sonra 2 dənə tapanca güllə səsi gəldi. Ha, bir bunu tut, bunu tut. Bunu tut, bunu tut. 2 dənə güllə səsi gəldi, biz də qaçdıq içəri. Girdik içəri, gördük ki, uşaq yenə səs-küydür də. Təzədən çölə qaydanda gördük ki, biri o başdan gəlir, zalın o birisi başından. Əlində də tapanca, balaca boy idi. Maska var. Maskanı görmüşsən ətə, qaranlığı idi o tərəf. Yaxşı görsənmirdi. Amma onu biləm ki, başında kepkaydı, qara paltar idi, bir dənə də tapanca vardı əlində. Biri onun dalınca qaçanda vurdu onu başından. Ondan sonra biz qapını bağladıq, girdik içəri. 4-cü mərtəbədəydik. Biz 4-cü mərtəbədəydik, bir nəfər də orada görmüşük. Çox adam ölmüş. Çox adam olur da. Bir öldürdü, yox. 251. Bir öldürdü. 2. Kirdi padıqdan kimsə vurdu səni. Sahib mənzildə işləm yox. Yox. Qulaq as. Ölənlər kim idi? Tələbələr idi. Tələbələr idi. Hamısı tələbələr idi. Sonra da dəsə 4 dənə yox, mən ikisini eşitmişəm. Biri də dəsə qaz nefmədəninin müəllimi idi. Niyə vurubdu? Bəs səbəbi nə? Tələbə idi o, sizin tələbə olubdu. Bilmirəm. Yəni üzdə maskaza söhbəti yalandır, şey olmaz. Maskanı görməmişəm. Sən qaranlıq idi o tərəfdə, görsən verdi. Pistoletlə Bir atırdı dənə da. tapanca var idi Ha, əlində. vura gəlirdi. Hə, vura gəldi. Qabağına kim keçirdi? Hə, qabağına kim keçirdi? Sənətə kim onun üstünə gedirdi, ona güllə atırdı. Bəs nə deyirdi, nə çığırırdı? Heç nə demirdi. Sakitcə ilə güllə ata gəldi. Gənci idi, ömür. Görmədim, deyirəm qaranlıq idi. Balaca boy idi. Hə, balaca boy idi. 4-cü mərtəbədə oldu. Bəs deyirlər 5-ci mərtəbədə də oldu. 5-ci mərtəbə, biz 4-cü mərtəbədə idi. Dərs otduq. Sonra gəldi kimsə. Polis işçiləri idi. Durdu orada. Onlar 6-cı mərtəbədə olanda bizi çıxartdılar sonra. Polislər. Yaralananlar da çox idi. Görməmişəm yanına. Bir Biz pistolet aşağı var. düşəndə hər tərəf qan idi. Meyit yox idi. Biz aşağı düşürdük. Əlində bir pistolet var idi. Bir dənə tapanca vardı. Bir də. Bircə nəfər idi də. Bir 4-cü mərtəbədə, hə, ondan sonra da bir. Balaca boy oğlan idi. Balaca boy oğlan. Daha siz orada olursunuz qardaş? Siz, sən olursan? Hə? Oğlum. Sən olubsan? Yox, mən yox. Hə?